6-cı suala, bu elə testdə topluda var və buna toplama teoremləri deyirlər. Yazıca salıram, 4-ünü də yazıca salıram. Sinuslar üçün, kosinuslar üçün olan hamısını yazıca salıram. Sinus alfa minus beta açılırdı. Sinus alfa kosinus beta minus kosinus alfa vurulsun sinus beta idi. Kosinus alfa minus beta bunun yanında olsa minuslar için yazıram. Burada biraz değişik olur. Kosinus alfa kosinus beta olur. Minus olanda plus sinus alfa sinus beta olur. Sonra mesela kosinus alfa üstəgəl beta'nı yazıca salıram. Onda bu bize verirdi kosinus alfa vurulsun kosinus beta çıxılsın sinus alfa vurulsun sinus beta olurdu. Sonra kosinusu yazdık. Sinusun plusu kaldı. Sinusun da plusunu yazın. Olur sinus alfa vurulsun kosinus beta minus kosinus alfa vurulsun sinus beta olur. Tangensləri də qeyd eləyə yazıca salaq. Tangens alfa üstəgəl beta olurdu. Tangens alfa üstəgəl tangens beta bölünsün 1 minus tangens alfa vurulsun tangens beta olurdu. Mesela bak bu sınavda mən bu qədər bunu izah verirəmsə, gələn sınavlarda bu tipli sualın bu qədər izahını verməyəcəm. Ona görə hər sınağı normal izləyib, normal qeydlər aparın. Öyrənin yəni hər sınav üçün. Hər sınavda eyni sual tipin çoxluca danışmayacağım. İndi bu necə olacaq? Bu olacaq sinus alfa kosinus beta minus kosinus alfa sinus beta plus yine gelir kosinus alfa vur sinus beta. Bak bu neydi? Bak bu buraydı. Sonra da üstüne geldiğimiz ədəd var. Bölünsün ne yazıb? Sinus alfa yazıb. İndi nələr islah gedir? Bak bunlar eynidir, islah gedir. Kalır sinus alfa kosinus beta bölünsün sinus alfa. Bu sinus alfalar da ixtisar gedir, kalır kosinus beta.